Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Xaçmaz Reabilitasiya Mərkəzinin media tur təşkil edib. Media nümayəndələri mərkəzdə yaradılan şəraitinə əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə burada tətbiq olunan fizioterapevtik müalicə prosedurları ilə tanış olub. Bildirilib ki, müasir tibbi reabilitasiya avadanlıqları ilə təchiz olunan 14 çarpayılıq mərkəzdə əlilliyi olanların, eləcə də 44 günlük vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ümumilikdə 17 reabilitasiya müəssisəsi mövcuddur. Bu mərkəzlərdən 16-sı reabilitasiya mərkəzi, biri protez ortopedik istehsalat və reabilitasiya mərkəzidir. Cari ilin 11 ayı ərzində 5000 nəfərdən çox əlilliyi olan şəxsə Xaçmaz Reabilitasiya Mərkəzi tərəfindən xidmətlər göstərilmişdir.